Axşamınız xeyir olsun əziz topuqçular. Əlbəttə ki, topuq yenə efirdədir. Bu həftə Çempionlar Liqası və Avropa Liqası olduğu üçün biz buradayıq. Biz buradayıqsa, deməli ki, təxminlərimiz var. Əgər siz də mərc edirsinizsə, bunu 100% VBB Topazda edin. Yaxın oturun, çünki bir balaca dəyişikliklərimiz var. Dostlar, VBB Topazda bonus şərtləri dəyişdi. Əvvəl həftəlik minimum 1000 AZN dövrə edənlər qazana bilirdi, amma artıq sizlərin rahatlığı üçün limit şərti aradan qalxdı. Yəni həftə ərzində 1000 AZN-dən daha aşağı dövrəsi olanlar da artıq bizdən bonus ala biləcəklər. Necə? Sadəcə həftə ərzində voucher aldıqda 244 751-də VBB Pay seçirsiniz və ikinci günlər 0 10 100 12 34 nömrəsinə yazaraq müraciət etməyi unutmayın. Bonuslarınız hesablanıb 24 saat ərzində ödənəcək. Daha ətraflı 724 nömrəyə yazaraq məlumat ala bilərsiniz. Unutmayın, mərcin legalı ən gözəlidir, üstəlik bonuslar. Dostlar, bildiyiniz kimi bizim TikTokumuz var, bizim YouTube'umuz var, bizim Instagramımız var, bizim Telegramımız var və bomba analiz təxminlərimiz var. Bunların hamısına takib atandan sonra mütləq ki, bizi izləyin və öz analizlərinizi də bizim analizlərinizin üstünə qoyun. Bəlkə də alındı, amma dəqiq alınacaq. Keçək oyunlarımıza. Deməli, bu həftədə əlbəttə ki, Çempionlar Liqası var. Keçən həftənin Çempionlar Liqasının analizləri çox qəribə gəldi. Bilmirəm, ya fırladırlar, ya fırlanırlar, ya da ki, oynamaq istəmirlər. Amma sizə deyim ki, yəni Barcelonadan siz necə gözləmirdiniz? Məsəl üçün, Galatasaray Juventus oyunu da belə fantastik gəldi. İndi bu haqda hamısına ətraflı danışacağıq. Növbəti gün oyunu Barcelona-Newcastle oyununa qayıdırıq. Bəli, Barcelona-Newcastle oyunu. Newcastle ilə oyun göstərdik ki, elə bil mən Barcelonaya qəribə demişəm deyə mənim acığıma oynayırlar. Barcelonaya çox inanıram, çünki bu Newcastle səddinə addamalıdır. Barcelona axırıncı oyunda da fantastik oyunlar zədədən qayıdıb, Flick özünə qayıdıb. Artıq oyunları da özünə qayıdıb. Mən Barcelonaya full əminəm. Öz analizlərimə də, öz təxminlərimə də belə baxıram ki, Barcelona uduza bilməzlər. Yəni Barcelona uduzsa getsin, özü bilir neynəsin. Barcelonanın qələbəsi və yaxud risksiz 2,5 üst. Bavariya, Atalanta. Bavariya dediyim kimi məhv elədi Atalantanı, həm də mənim Çempionlar Liqası qalibi olacaq bir analizim var, belə bir təxminim var. Hələ də qalır, çünki Bayern Münih bizim də Bavariya desək möhtəşəmdir. Bu il yəni ki, Peti sözü elə bir Bavariya baxılıb, fikirləşilib də. Ona görə elə fikirləşirəm ki, bir evdə də Atalantaya bir 3 dənə top vurar, amma Atalanta burada biraz heç olmasa özünü göstərməyə çalışacaq. Bu oyunu da 3,5 üst dəyərləndirirəm. Məncə Bavariyada alınacaq bir 4 dənə top vurmaq. Liverpool Galatasaray gəldi sensasiyon oyunun ən pikinə. Sözsüz ki, hamı Liverpoolun qələbəsini gözləyir, çünki Liverpool artıq Premier Liqada da Konferans Liqasına yaxında düşməyə, burada da bunun 1-0 artıq məğlubiyyətlə qayıdıb. Bilmirəm nə təxmin edeyim. Bir Galatasaray azarkeşi kimi, əlbəttə ki, Galatasaraya uğurlar arzu edirəm. Heç olmasa 0-0-nı sıxsa necə gözəldir, bilmirəm. Yəni, axırıncı oyun Liverpool oynamağa qoymadılar. Halaldır, əhsən deyirəm. Bu oyunda bilmirəm. Yəni, yeganə oyundur ki, təxmin eləmək istəmirəm. 2,5 üstə oxşuyur, amma Galatasaraya inanıram, mərhələ keçməyinə çox inanıram. Bərabərə də inanıram, nə yalan. Çempionlar Liqasının son oyunu Tottenham Atletico Madrid. Bəli, dediyim kimi Atletico Madrid möhtəşəm dərəcədə Tottenhamın ağzını cırdı. Çünki Tottenhamla bildiyiniz kimi bərk zəhləm gedir. Amma Atletico Madrid də belə bir sənətər özünü yormayacaq. Çünki onun La Ligada da artıq bu qabaqda derbisi var. Orada da istəyir ki, yuxarı pillələrdə qalsın. Ona görə məncə daha söhbəti həll eləmək kimi bir şeydir də bu. Atletico Madrid məncə bu oyun özünü yormayacaq. 3,5 alt görürəm. Bəlkə də 1-1, 1-0 belə olaraq yola gedəcək. Ümumiyyətlə, yaxşı oyun deyil bu oyun. Bəli, və UEFA Avropa Liqasında 3 oyunumuz var. Freiburg Genk oyunudur. Freiburg mənim üçün yenə də şok yaşadır neçə vaxtı. Amma bu şoku qaytarmalıdır. Çünki Freiburg mənim sevdiyim komandadır. UEFA-da qələbəyə doğru olan komandadır. Freiburgu qələbə görürəm. Elə bilirəm ki, Freiburg çempiondur. Bax, bunu burada deyirəm. UEFA Liqasının çempionu Freiburg çox oxşayır.
görək nətər olur. Midtjylland Nottingham Forest. Midtjylland Nottingham Forest komandaları üz-üzə gələcək. Bəli, bunu da keçən dəfə dediyim kimi olmasa da bu dəfə 100% ki inanıram, 100% inanıram ki, hər iki komandanın qolu gələcək. Çünki Nottinghamda, Midtjyllandda qol oynayan komandadır. Qol üst əyninədir. Əla oyundur. Əsl belə baxlası oyun, əsl belə yazlası oyun, amma əlbəttə ki VBB Topazda. Olimpik Lyon Celta Vigo oyunudur. Bəli, Olimpik Lyon da ikinci favorimdir. Çox istəyirəm Olimpik Lyon da final oynasın İminli Freiburgdan. Hər iki təxminim düz gəlsin. Ona görə çox inanıram Olimpik Lyona və bilmirəm, ağır favorit versələr də bu oyunda Olimpik Lyondan qələbə gözləyirəm. İnanıram ki, Olimpik Lyon elə birinci taym və ikinci taym hər iki hissəni qazanacaq, amma belə risksiz olaraq Olimpik Lyonun qələbəsinə çox inanıram. Topuğun sonuna gəldik, çatdıq. Bəli, bu mən seçdiyim oyunlar idi. Bəli, artıq konferans liqası falan da var, amma o komandaları daha çox analiz elədim. Başa düşdüm ki, heç təxminlərimlə düz gəlmir. Yalandan təxmin də vermək istəmirəm. Sırf bildiyim və sırf baxdığım oyunlara təxmin verdim. Sizə də bol-bol şanslar. Xatırlatmaq istəyirəm ki, bu sırf mənim təxminlərimdir, mənim hissimdir. Əlbəttə ki, birinci növbədə özünüzə güvənməlisiniz və əgər mərc edirsinizsə, mütləq ki, VBB Topazda